Xoş gördük, xoş eşitdik. Hər kəsi salamlayırıq. Dalğa FM radiosundasınız. Yeni qoşulanlar varsa bizimlə eyni dalğada olmaq üçün 92.5 dalğasına köklənməyiniz kifayətdir. Mədəniyyət Nazirliyinin bizim ortaq media layihəmiz Sənətin Səsində bu gün də əlbəttə ki çox maraqlı bir qonağımız, maraqlı bir mövzumuz olacaq. Və mən bəri başdan söyləmək istəyirəm ki, Azərbaycan milli sərvəti olan muğamımızın təbliğatçısı, tədqiqatçısı bu gün bizim milli musiqimizi, muğamımızı, milli bizim musiqi alətlərimizi dünyada təbliğ edən bir Amerikalı cənab və mən qeyd etmək istəyirəm ki, Amerika Birləşmiş Ştatlarının Muğam Cəmiyyətinin prezidenti cənab Jeffrey Verbach bugün bizimlədir. Xoş gəlmisiniz. Çox sağ ol. Mən çox şadım burada olmaq. Necəsiz? Əhvalınız necədir? Sağ ol, yaxşıyam, yaxşıyam. Şadan gəlmisiniz. Xarı Bülbül festivalında çıxış etdiniz. Əsas məqsədimiz belədir. 2 ay bundan qabaq filan kəs mənə zəng elədi Bakıdan. O təşkilatçı Heydər Əliyev Fondu. Bəli, Heydər Əliyev Fondundan. Leyla xanım başa saldı ki, mənə dedi ki, Xarı Bülbül festival keçəcək Şuşada may 14-də və 15-də. Deməli ki, sizin qulaq asanlar bilməlidir ki, mən sırf Amerikalıyam, mən Azərbaycanlı deyiləm. Bəli. Həm də sizin diliniz başladım danışmağa, bəlkə 30 il bundan qabaq belə başladım. Özümə öyrətmişəm, çünki o günlərdə məktəb yox idi, müəllim yox idi, hələ lüğət yox idi, İngilis dili. Yavaş-yavaş öyrəndim sizin diliniz, çünki ürəyimdə hiss etmişəm ki, gələcəyində qismətim çox dəfə bura qayıtmalıyam. Ona görə məcbur sizin diliniz öyrənmək. Biraz çətin, çünki məktəb və müəllim yox idi. İndi biraz sərbəst danışıram, çünki çox dəfə bura gəldim mən. Məncə çox gözəl danışırsınız. Sağ ol, sağ ol, sağ ol. Kompliment istəyirəm. Amma sözün həqiqi mənasında, yəni hər kəs də bizim dilimizi mənimsəyə bilmir, bizim milli musiqimizi mənimsəyə bilmir. Yəni bu çox böyük bir həqiqətən də bir istedaddır və bu sözsüz ki sevgidən irəli gəlib. Azərbaycana olan sevginizdən, Azərbaycan muğamına olan sevginiz və bizim milli sərvətimiz, milli dəyərlərimiz olan musiqi alətlərimizə sizin böyük bir sevginiz var. Yaxşıdır, olsun. Olsun. Mənim əsas məqsədim həm də musiqi, muğam əlbəttə, xüsusi muğam, həm də mən çox həvəsim var, istək var. Azərbaycanın mədəniyyətə görə təqdimat edirəm qərb ölkələrdə. Bu çox vacib işdir. Böyük bir işdir, bəli. Çünki misal üçün 99% işim konsert az çalıram. Konsertləri çalıram hərdən birdən, ehtiyac olsa əlbəttə çalıram. Amma əsas bizim kolleclərimiz, universitetlərimiz Amerikada, Kanadada, Böyük Britaniya, orada kolleclər çox dəfə orada çıxış etdim. Mən ancaq çalmıram, yox, mən izahat verirəm. Bu xüsusi proqram yarattım. Dərs keçirsiniz, dərslərlə. Dərs, yox, mən həm də tələbələr məndə var, 2-3. Amma yox, bu başqa şey, bu tərəfdə. Mən kolleclərə gedirəm, xüsusi proqram yarattım. Necə demək, ilk dəfə qulasanlar hazırlaşıram muğam qulasmağa. Çünki əgər ancaq çalıram, onlar başa düşməyəcəklər. Bəli. Əsas başa salırsınız, anladırsınız ki, ondan sonra hazırlaşıram. Nədir, bu muğamdır, bu Azərbaycan musiqisidir. Və yavaş çalıram. Həmişə yavaş. Mən sürəti çalmıram. Tempiniz aşağı tempdə. İki məqsədim var. Ne üçün çox yavaş çalıram? Birinci, özüm ləzzət üçün. Sürəti xoşlamıram. Eyləyirəm, mən xoşlamıram. Aşağı tempdə. Mən istəyirəm sanbalı muğam. Yəni xanəndə kimi filan ifaçısı Azərbaycan vardı. Onun Kamil Cəlilov qaboydu çaldı. Çox. Nəfəs alətləri ifaçımız Kamil Cəlilov. Belə Eldar Zeynalov, o gözəl saksofon ifaçıdır. O çox yavaş çalır. Böyük his gəlir. Ona görə bu yol getmişəm. Sürətsiz. Həm də ilk dəfə qulaq asanlar
istəmirəm çaşdırmaq onlar nə qulaqsınlar. O qədər notaları basıram bir saniyədə olmaz. Ona görə onlar üçün o da yavaş çalıram. Ona görə siz üçün mən də yenə yavaş çalıram. Bugün həm də Amerikalı, bir daha söyləyirəm, ifaçı və Azərbaycan muğamının dünyada təbliğatçısı, tədqiqatçısı və həmçinin də Amerika Muğam Cəmiyyətinin prezidenti cənab Jeffrey Verbach musiqi alətlərini də gətirib bugün studiyamıza. Canlı ifasını da eşidəcəyik. Və cənab Jeffrey, mən bildiyimə görə həm kamançanız var, tarınız var, hərəsindən də bir neçə musiqi alətiniz var. Saz da var, amma sazı ifa etmirsiniz deyəsən. Saz xoşlayıram çox, amma ona görə mən gec başladım çalmağa alətlərində. Saz sol əl yuxarıda qalır. Saz ifaçılar, aşıqlarda, bəli. 5 dəqiqə sonra burada yanacaq. Ona görə çətindir, ağırdır. Aman tar belə salır bu sinərində rahatdır. Kamança çox rahatdır. Tar biraz çətindir, tərpənir yerində. Ona görə öyrəşməlidir. Mən çox gec başladım. Yəni tələbələr 8, 9, 10, 11 yaş başlamalıdır. Mən 30 yaş başladım. 30 yaşında başladın və artıq 50 ildən çoxdur ki, siz bax bu milli bizim muğam musiqisi ilə məşğulsuz, öyrənmisiniz. Bugün təbliğatı ilə də məşğulsuz. Amerikada da sizin maraqlı orada görüşləriniz olur, çıxışlarınız olur. Orada yəqin ki, təkcə Azərbaycanlılara deyil, xaricilərə, əcnəbilərə də siz bax bu görüşləri təşkil edib onlar üçün canlı ifa edirsiniz. Bəli. Amerikanın ümumiyyətlə orada xarici ölkələrdə bir çox əlbəttə ki çıxışlarınız olub, amma mən istərdim Bakıya gəlişinizlə bağlı danışaq. Bakıda da sizin tarixi görüşləriniz olub, bizim görkəmli sənətkarlarımızla sizin dostluğunuz olub, bu gün də davam edir. Əlbəttə. Bütün bunlardan danışacağıq. Çox qısa bir fasiləmiz var. Həmin ərəfədə elə biz musiqi alətlərini də kökləyək, necə deyərlər, saz vəziyyətinə gətirək. Düzdür, efirdən öncə cənab Jeffrey kökləmişdi artıq, tarı da, kamançanı da, amma bir də bir yoxlayaq səslənməsinə. Qısa bir aradan sonra sizin canlı ifanızla dinləyicilərimizi feyziyab edək. Nə deyirsiniz? Burada qalın. Əlbəttə. Deməli ki, muğamının effekt çox güclüdür. Bəli. Yəni, sizin dedin feyziyab. Bəli. Bu sözü tanıyıram ki, ona görə mən az çalıram. Çünki məsəl üçün 5-10 dəqiqə çalıram, mənim başım fırlanır, güya ki feyziyab olmuşam. Bəli, başqa bir aləmə düşürsünüz. Hay sağ. Ona görə az çalıram. Ona görə mənim progress, yəni inkişaf çox yavaş keçdi. Yəni kamança başladım 50 il bundan qabaq, bəlkə biraz 51, 52. Tar bəlkə 10 ildən sonra başladım. Ondan sonra ilk dəfə bura gəldim mən. Bakıya ilk dəfə 89-cu ildə. Necə bildin? Çox sağ ol. İzləyirəm. O vaxtında əlbəttə hələ Sovet vaxtında idi. Çətin dövrlər. Amma proses başladı, cəmiyyət misal üçün açdı. Yəni Sovet təsir zəifləşmişdi. Ondan sonra siz azadlıq oldu. Müstəqillik qazanandan sonra. Əlbəttə böyük təbrik. Eşitdim bu xəbər çox şad olmuş. Çox maraqlı bir ifadəni deyəcəm. Amerikalı kamança ifaçısı, Amerikalı tar ifaçısı çox maraqlı gəlir əslində. Amma bu belədir, bəli. Dilindən, dinindən, irqindən, irsindən asılı olmayaraq hər kəs Azərbaycan musiqisini eşidəndə valeh olur və onlardan biri də musiqimizə vurğun olan cənab Jeffrey Verbach'dır. Bir daha xoş gördük sizi. Və artıq tarınızla, tar sinədə artıq hazırsınız. Canlı ifa olacaq, deyilmi? Başlayayım. Bəli, buyurun. İndi dəmkəş başlayıram. Aha, dəm verəcək birinci. Aha. Kökləyirik sazı, dəm veririk.
Möhtəşəm, mükəmməl. Təşəkkür edirik. Çox sağ olun. Cənab Jeffrey Verbakın canlı ifasında Tarda gözəl bir muğamı dinlədik, hörmətli dinləyicilər. Sənətin səsi verilişində təşəkkür edirik cənab Jeffrey və bir bağlantımız var, bir telefon zəngimiz var. Bayaqdan elə, bəli, sizin ifanızı da dinləyək telefon bağlantısında. Bu bir sürprizdir bugün cənab Jeffrey'e, çünki ona öncədən demədim ki bir bağlantımız olacaq və indi özünüz biləcəksiniz kimdir bu. Əslində uzun illərdən bəri mən bayaq qeyd etdim ki, siz bir çox Azərbaycanın tanınmış sənətkarları ilə ünsiyyətdə olmusunuz, dostluğunuz olub. Hətta bizim ustad sənətkarlarımızdan belə böyük çıxmasın dərs də almısınız, öyrənmisiniz muğamlarımızı tarda ifa etməyi, kamançada ifa etməyi və bizim kamança ustad sənətkarlarımızdan biri də Ədalət Vəzirovdur. Bəli, Və bəli. onun qızı Aydan Vəzirova hazırda telefon bağlantısındadır. Bəli, Ədalət Vəzirovun qızı Aydan Vəzirova. Ay, nə yaxşı, nə yaxşı. Bəli, hər vaxtınız xeyir olsun Hər Aydan vaxtınız xanım. xeyir olsun Sevinç xanım, hörmətli Dalğa FM dinləyiciləri, hörmətli qonağımız Jeffrey Verbak cənab. Salamlayırıq sizi. Sizi salamlayırıq. Xoş gördük Bakıda. Çox sağ Valla olun. mən o qədər gözəl təəssüratlarım var sizinlə bağlı. Əvvəla sizin çıxışınızı dilbər gecəmiz olan Qarabağda, Şuşada keçirilən 9-cu Qarabağ Kar Bülbül festivalında çox xoşdur. Bu bizim üçün sevindirici haldır. Bir balaca da toxunardım o illərə ki... Bəli, xatirələriniz var sizin. Həm Ədalət müəllimlə, atanızla bağlı, eyni zamanda cənab Jeffrey ilə bağlı da. Bəli, mən dünən görəndə artıq anonsu o qədər sevindim ki, siz bu verilişdə, siz danışaq bir də olsa. Deməli, bir uzun il bundan qabaqda, bu haradasa təsadüf edir 90-cı illərə. Mən balaca bir uşaq idim və atam bu dərsləri Jeffrey ilə keçəndə mən belə şaşırdım ki, nəyə görə? Çünki o boyda böyük bir məsafə ilə zənglər gəlir və kamançanın sirlərini, necə çalmaq, necə ifa eləmək,
xüsusiyyətlərini hamısını atam dənə-dənə başa salırdı Cezri bəyə. Bəli. Yəni biz bunun şahidi olmuşuq. Telefonla hətta. Bəli, telefon zəngi ilə. Bəli. Və biz bunu indi mən başa düşürəm ki, necə gözəl bir hissdir ki bu, bizim bu muğamımız, bizim bu mədəni irsimiz dünyanın bir o biri tərəfində öyrənmək üçün nə qədər sevilir ki, bu belə bir həddə gəlib çatır. Bəli. Bəli. Və hətta mən bildiyimə görə sizin atanız da digər ustad sənətkarımız Amik Əliyev Amerikada qonaq olanda sizin qonağınız olmuşdu. Cənab Cefrin qonağı olmuşdular. Bəli, bəli. İndi mən bu haqda danışmaq istəyirəm ki, Cənab Cefrinin sözü var. Yəqin ki, siz xəbəriniz var ki, sizin atan Adalet müəllim 92 ilində mənim New York şəhərin mənzildə qaldı bir ay. Bir ay qalıb. Mən saxladım, yedizdirdim, gətirdim, müğayib etmişəm. Bu çox yaxşı insandır. Həm də gözəl, hamısı bilir ki, qəşəng, super ifaçısıdır. Amma mən bilirəm ki, onun ürək çox təmiz insandır. Bəli, Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Ruhu şad olsun, Ədalət Vəzirovun. Nə xoş bir sürpriz oldu. Məncə bir xatirələri də yada saldıq. Əlbəttə, şəkillər var. Təşəkkür edirəm. Bəli. Şəkillər də var, bəli, şəkilləri də var atamla bir yerdə Cefri bəyin. Həm də Ağaxanım bunlar, orada üçlük saxlamışam. Ağaxanım bu evdə sizin evdə qalmışdı. O üçlük bir yerdə gəlib. Zamik, Ədalət və Ağaxanım. Bir ay biz birgə dolmuşduq New York'da. Nə gözəl, nə gözəl. Çox maraqlı vaxt mənim üçün. Bu xatir belə həmişə saxlayıram. Yəqin ki, sizin öz arxivinizdə, fondunuzda da Aydan xanım, Cənab Cefri ilə olan şəkillər var. Şəkillər var. Biz də çox sevinirik ki, bizim muğamımız, bizim musiqimiz, bizim kamança alətimiz belə sevilir Amerikalı vətəndaş tərəfindən və onu təbliğ edirlər orada. Bu bizim üçün çox qürur verici və fəxr edici bir hissdir. Təşəkkür edirəm Aydan xanım. Çox sağ olun. Xoş oldu sizinlə həmsöhbət olmaq və əsasda sürprizimiz də alındı. Təşəkkür edirik. Çox sağ olun. Sağ olun. Bəlkə kamança səs qulaqmaz. Ay, bəli, bəlkə. O çalın bir farı indi yoxsa sonra. Siz nə zaman istəyirsiniz? Yox, bu sənin nə durursa. Məncə elə zamanıdır. Çünki biz kamandan danışdıq. Birazdan onlar biz qeyd etdiyimiz kimi çox gözəl insanlarla, böyük şəxsiyyətlərlə sizin görüşləriniz olub. Yaxşı oldu. Və həm də bir məqamı da mən istəyərəm xatırladaq. Cənab Cefri, zamanında sizin Bakıya gəlişlərinizin birində illər əvvəl Ulu Öndər, bizim ümumi lider Heydər Əliyevlə sizin görüşünüz olmuşdu. Bu görüşük, biz görüşmüşük. O 90 may elə may ayıydı. 23-də 97 ilində. 97-ci ildə mayın 23-də. Söz vaxtına çəkər. Elə may ayında yaşayırıq. Bəli. Bu çox maraqlı yığıncaq keçdi. Yarım saat danışdıq. Bəlkə çox. Çünki bu insan, bu necə deyim sizə, o qədər hörmət məndə var bu insan üçün. Görməmişəm insan belədir. Hər kəs bilir ki, bu çox ağıllı insandır, bu sözsüz. Amma gördüm ki, onun marağın, nə deyim sənə, misal üçün, bucağın dünya baxışı çox enlidir. Ucu bucağı yox idi. Bəli. Hər şey marağın var, hər şey üçün marağın var. O sizin hörmətli rəhbəriniz Prezident Cənab Heydər Əliyev mənə başa saldı ki, çox vacib, çox maraqlı fikrini. O mənə başa saldı ki, hər ölkə gələcəyin üçün mütləq milli kimlik əsas budur. Milli kimlik zəif olsa o ölkə olmayacaq. Düzdür. Olmayacaq. Ona görə ən vacib şey ülkə və millət gələcək üçün milli kimlik və milli kimlik mədəniyyət üstünə oturur. Mədəniyyət üzərində qurulur. O mənə başa saldı ki, biz durub, şok, doğrudan hər şey bilir bu kişi. Ona görə dedi ki, bu vacib nə işim. Çünki gördü ki, həm də mən qərb ölkələrdə
təqdimat edirəm Azərbaycan mədəniyyət haqqında, Bəli. musiqi haqqında. Həm də Azərbaycanlılar onlar marağın baxıyor. O bax bu xarici adam biz musiqi xoşlayır çox. Biz də fikir verməliyik. Ona görə say bilmirəm ki, neçə dənə cavanlar mənə gəldi, dedilər ki, Jeffrey, sənə görə mən muğam marağım var. Cavanlar. Gənclər. Çünki bəli. gələcəyi üçün, misal üçün, Allah şükür siz də gözəl rəhbər indi misal birinci xanım muğam mərkəz beynəlxalq Bəli, muğam mərkəz bəli. yaratdı. İdir Əliyev fondu yarandı və bizim əlbəttə, sənətkarlarımızın sözsüz. Həm də albomları. bəli. Milli konservatoriya gözəl bina. Bəli. Belki 100 dəfə orada ifa eləmişəm. Çox, çünki mənim dostum çox var orada. Bəli. Dostlarım var. O da vacibdir. Yəni indi çox tələbələr var, talantlı uşaqlar var. Həm də onların gələcəyi üçün tamaşaçılar lazımdır. Bəli. 30 il bundan sonra mən biraz narahatım çünki görürəm ki, cavanlar onların necə deyim məsəl üçün üzü dönür qərbə. Qərb mədəniyyət maraqlı. Məsələn, yox, sizin mədəniyyət çox varlıdır. Bəli, Cavanlar, çox zəngindir, bəli, Ona görə bəli. mənim ümidim var ki, bəlkə burada nə proqram olacaq ki, kömək eləyirəm onların həvəsləndirmək öz mədəniyyəti üçün. Bəli, çox təşəkkür Çünki edirəm bunun Amerikanlar üçün. qulaqçılar. Fikir verirlər, Bəli. gördün? Yəni əcnəbi bir insanın əgər bu musiqi valeh edirsə, əlbəttə ki, öz milləti, öz musiqisinə də dəyər verməlidir. Öyrənməyimiz həm də bu bizim borcumuzdur. Biz öz milli sərvətlərimizə sahib çıxmalıyıq. Elə milli kimliyimiz bizim milli sərvətimizdir. Həm də mənim borcumdur. Mən çox böyük borcum var Azərbaycan. Çünki sizin gözəl mədəniyyət varlığın kimi mən qəbul etmişəm. Mənim ömrümdə maraqlı keçdi sizə görə. Var olun, təşəkkür edirik. Çox sağ olun. Və zamanında qeyd etdiyimiz kimi bir çox layihələrdə iştirak etmisiniz. Daha sonra həm də Heydər Əliyevin 100 illiyi ilə bağlı maraqlı bir sənədli film çəkilmişdi və sizin də iştirakınız var idi. Həmin layihədə siz də 100 yubileyi keçdi New York şəhərində orada Bəli. diaspora komite Fuad Muradov, Salhat Abbasova onlar çağırdılar məni. Bəli, Jeffrey diaspora gəl New York. nümayəndələrini də salamlayırıq. Bəli. O mən əlbəttə mənə çağırdılar, dəvət verdi ki, mən Jeffrey çıxış edirsən bu 100 yubileydə, çünki Bəli. sən tanıyırsan bu insan çoxdan qabaq. Onda çıxış etdim, başı saldım tamaşaçılara ki, nə maraqlı insandır, nə böyük impressiya mənə verib. Ona görə, həm də ondan sonra əlbəttə kamançada ifa eləmişəm. Bəli. İfa edəkmi? Kamançada ifa gəlsinmi? Olarmı? Olur, hər şey olur. Buyurun, təşəkkür edirik. İndi biz çox qısa bir aradan sonra elə kamançanı da cənab Jeffrey götürsün, necə deyərik, kökləsin. Biz elə canlı ifa ilə kamançada canlı ifa ilə davam edəcəyik. Bəli, sonradan həm də mən bizi hazırda dinləyən dinləyicilərimizə söyləmək istəyirəm ki, görmək istəyənlər, çünki hər zaman görmək olmur. Cənab Jeffrey Verbakı Bakıda, kamançayla, tarla, studiyada canlı ifasını dinləmək hər zaman mümkün deyil. Ona görə də bizi sonradan izləmək üçün qonağımızın canlı ifalarını siz Dalğa FM radiosunun və Mədəniyyət Nazirliyinin YouTube kanalına da bir baş çəkin, mütləq oradan dinləyin. Əminəm ki, ürəyinizcə, zövqünüzcə olur. Çünki böyük bir təşəkkür düşür bugün cənab Jeffrey'e. Çünki o bizim musiqimizi o qədər dərindən sevib, o qədər dərindən öyrənməyə, mənimsəməyə çalışıb ki, onun ifasında çox möhtəşəm, çox gözəl alınır bizim həm muğamlarımız, həm xalq mahnılarımız və indi artıq kamançada hazır vəziyyətdədir. Dəm verəcəksiniz? Dəm kəş olmalıdır. Dəm olmalıdır. Mütləq. Buyurun, söz Başlayayım. sizdədir. Buyurun, eşidirik.
Teşekkür edirik. Möhtəşəm, mükəmməl. Canlı ifaya canlı alqış olmalıdır. Çox təşəkkür edirik. Cənab Jeffrey Verbak'ın ifasında kamançada biz muğamımızı eşitdik. Və sözsüz ki canlı ifanın da başqa bir zövqü var. Başqa bir həzz alır insan. Düzdür, Cənab Jeffrey söylədi ki az ifa edirəm. Az, asta tempdə. Amma necə deyirlər, az olsun, saz olsun. Ay sağ ol. Bildiyimə görə siz mahnılarımızı həm də oxuyursunuz. Bəli, Xalq düzdür. mahnılarımızı da ifa Ha, edirsiniz. Sizin ifanızda Mahnılar, ancaq mahnılar. mahnılar, Muğam xalq yox. mahnıları. Muğamı yox. Muğamı siz musiqi alətində ifa edirsiniz, amma deməli xalq mahnılarımızı isə həm də dinləyirsiniz, ifa edirsiniz. Hətta Güləbatını sizin ifanızda eşitmişəm. Necə? Güləbatın mahnısını, bizim xalq mahnımızı. Dağlarda çiçək, Çiçek ay gülabatın, Hammidən göçək ay gülabatın, Döldür vericək ay gülabatın, hey hey hey. Mən köhnə sözlər tapmışam, qədim sözlər, çox gözəl. Bu dağlar, ulu dağlar, çeşməli sulu dağlar, dağların gülü solmuş ay Ay balam, balam. qoy kişner bulu dağlar. Gördün? Yəni az-az ifa olunan sözləri də Ha, bu tapmısınız. orijinal sözləri. Orijinal sözləri Hə, tapmısınız. bəli, Çünki nəqarəti hər kəs dillər əzbəridir, hər kəs bilir. Amma onun sözlərini araşdırıb tapma. Bizim bir kitabımız var, 1001 nəğmə. O kitab deyil sizdə. Hə, görmüşəm. 1001 nəğmə. Bütün mahnılar orada var sözləri, Hə, hə, müəllifi, 1001, bəs 1001 nəğmə. Hə, yəqin ki, Yoxdursa mən- mən sizə o kitabı hədiyyə edərəm. Yəqin ki, məndə var. Var. Bəlkə 40 il bundan qabaq bilmirəm. Bəli. verdilər. Hətta bir məsələ də var. Cənab Jeffrey, mən bildiyimə görə sizin oğlunuz da Allah saxlasın, yeri gəlmişkən uğurları bol olsun. Hə, 13 yaş oğlum, mən 13 onun yaşı var. adını Joseph, amma burada biz Yusuf deyirik. Yusif. Yusif. Yəni beynəlminəl bir ad seçmisiniz. İndi Yusuf Bey indi tardı. Tarda ifa edir. İndi başladı. Bir ay bundan qabaq başladı tarda. Qabaq marağın yoxdur. İndi 13 yaş onun marağın Uğur olsun. oyatdı. Mən gördüm ki, onun belə ancaq səs, yəni melodiyasız, o çalır. O Səsi ona maraqlı Hə, gəlir. dedi ki, atam çox gözəl səs çıxır bu alətdən. İndi Deyir, gördüm o ki, bir məsələ də var. İndi yəqin ki, bəlkə də bu məsələ eşitmisiniz. Deyir, qan çəkir. Çünki Yusifin qanında həm də Azərbaycan qanı var. qismən məndə yoxdur. Mən Sizin bir ürəyiniz, sizin ürəyiniz Azərbaycanlandır. Sizin ifaçılar məni dəniləşdirirlər məni. Artıq sizdə də o belə deyək də Azərbaycançılıq var. Sizdə həqiqətən də sizə böyük bir alqış düşür, cənab Jeffrey. Nə yaxşı ki, siz bax bu ərəfədə vaxt tapıb bizim də görüşümüzə gəldiniz. Və mən təşəkkür edirəm. Əlbəttə ki, Heydər Əliyev Fonduna təşəkkür edirik. Mədəniyyət Nazirliyinə təşəkkür edirik. Leyla xanıma təşəkkür etmək istəyirəm. O da vəsilə oldu sizinlə görüşməyimizə, bizim Dalğa FM radiosunun. Və əsas da bu dəfəki gəlişiniz Xarı Bülbül Musiqi Festivalı idi. Orada siz çıxış etmişdiniz. Həm də film. Həm də filmin. Xarı Bülbül sevgilim. Bəli, mən istərdim elə bu filmlər. Bəli. Buyurun, danışın bu filmdən də Xarı Bülbül sevgilim. Şuşa sevgilim. Adın Şuşa sevgilim. Çünki, qoy məni başa salarım. Buyurun. 4 il bundan qabaq biz Şuşa getmişik. Mən və videografer onun Şvedədən, Stockholmda yaşayır. Onun adın Mikael Silkeberg. Bəli. O məni kimi gəldi Azərbaycana. O da çox Azərbaycan mədəniyyət sevəndir. Çox. Hə, çox maraqlı. Bir dəfə insandır. onu da bizim radioya qonaq dəvət edək. Onu yaratdı dokumentary kino Azərbaycan Sənədli haqqında. film, aha. Sənədli film. Onun tema o fikrincə var ki, Skandinaviya ölkələr, Denmark, Finland, Sweden, Norway, onların qədim tarixdə Viking olmuşdu. Onlar gəmidə cənuba tərəf gəldi Volga çayda.
Volga çay gəlir dəniz Xəzər dənizə. Xəzər dənizinə Aysa gəlirlər. Astraxan yeri şamaldan gəliblər. Şimaldan gəliblər. Bəlkə min il bundan qabaq. Onlar burada bu dağlarda Azərbaycan harda Azərbaycandır. Abşeron, nə bilim onların əlbəttə onların başqa genetiki var. Ona görə hərdən birdən əsl Azərbaycanlılar biz görürük ki ağappaq və blond və göy rəngi gözlərdə və bu hardan bu genetik? Onlar deyirlər Skandinaviyandan. Ona görə Skandinaviya ölkələrinə gələnləridir. Hə, min il bundan qabaq. Mikael Silkeberg'in məqsədin istəyir təqdimat eləyir ki, dəxli var, əlaqə var, köhnə əlaqə var, Kafkaza qədər və Şvediyada, Denmark, nə bilim, onlar ölkələr. Tarixi faktları çox maraqlıdır. Çünki onu cavan olanda bu insan o şair xoşladı çox. Onun mədəniyyətli qəhrəmanın onun bu kişi gəldi, yaratdı Xari Bülbül nağıl. Onu başladı, o məşhurlaşdırdı bu nağıl ama heç kəs bilmədi. Bu orijinal hekayət sizinki də. Ay nə gözəl. O tariximizi bizim yaşadıb. O filmdə məhz sərgiləyib, tərənnüm edib. O filmdə bizim tarixi faktlarımız min il əvvəl yaşananlar o filmdə öz əksini tapıb. Şuşa sevgilim. O filmi mütləq izləmək lazımdır. Mütləq hər birimiz izləyək. Amma elə festival çərçivəsində təqdimatı da oldu. Ona görə mən ona deyirəm ki, çünki biz tanış olduq. Mən və Mikael. Videografer onun sənətindir. Mən gördüm onun həvəsin Azərbaycan mədəniyyətinin haqqında çox güclüdür. Ona görə mən razılaşdım ki, qoy biz şərik kimi eləyəcəyik, biz bura gəldik. Əl-ələ verdik. İkimiz Şuşaya getmişik. Orada bu kino yaratdıq. Birazdan istəyirəm, yəqin ki biz göstərə bilirik, bəlkə televiziyada. Bəlkə kinoteatrlarda da ola bilsin. Yok, kino tiyatro biz premier oldu. Nizami Tiyatro'da. Nizami Tiyatro'da oldu. Avgust 7'inde oldu geçen yılda. Biz Nizami şükür ki sizin Medeniyet Nazırlığı icazı verip biz o zal istifadə edə bilirik. Çox gözəl. Və yəqin ki elə yaxınlarda elə dövlət televiziyamız, digər telekanallarda da həmin sənədli filmi də izləyərik. Amma sizdən canlı bu söhbətləri eşitmək başqa bir zövq idi. Mən çox təşəkkür edirəm sizə. Çox təəssüf ki, yekunlaşdırmalıyıq söhbətimizin. Bugünkü görüşümüzün sonuna gəlib yaxınlaşdıq. Bilmirəm nə dərəcədə bizdən razı qaldınız. Biz sizdən çox razıyıq. Biz sizə çox təşəkkür edirik cənab Cefri. Çünki bizim Azərbaycan musiqimizin dünyada təbliğatçısısınız. Necə deyərlər, o təmənnasız bunu edirsiniz. Bunu siz ürəkdən, içdən edirsiniz. Çünki Azərbaycana, bizim Qarabağımız olsun, elə bütöv Azərbaycana, musiqimizə çox böyük sevginiz var. O sevginiz o qədər böyükdür ki, onu hiss edirik və onu siz bütün dünyada paylaşırsınız. Var olasınız. Təşəkkür edirik. Sağ ol. Siz də təşəkkür ederim. Çok sağ olun. Vaktiniz var yok qurtar değil. Bitiririk artık ama sözünüz... Bəli, buyurun. Axırıncı cümlə mən istəyirəm demək ki, mən çox fəxr edirəm ki, siz Azərbaycanlısınız, həm də Qarabağ Azərbaycandır. Bəli, təşəkkür edirik. Çox sağ olun. Məncə sonluq üçün bundan gözəl bir mesaj ola da bilməz. Çünki bizim artıq belə deyək də Qarabağdan bir Ağsaraya qədər də bizim bir yolumuz var. Bəli. Birgə Azərbaycanımızın, dövlətimizin, dövlət başçımızın, ordumuzun sahəsində bizim Azərbaycan bütün dünyada öz nüfuzunu, öz sözünü deyən müstəqil, suveren bir ölkədir və biz də fəxr edirik ki, bu ölkənin vətəndaşlarıyıq və hər zamanda qonaqpərvərliyimizi də göstərməyə hazırıq və gələn görüşlərə qədər deyirik. Gələn dəfə yenə sizi görmək istəyirik. Gələn dəfə ümidim var. Zəngizurda duru bilirəm. Zəngizur istəyirəm. İnşallah. 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 Sağlıq olsun. Bugünkü verilişimizi bütünlüklə Dalğa FM radiosunun və Mədəniyyət Nazirliyinin YouTube kanalından da mütləq izləyin. Təşəkkür edirik bir daha. Dalğa FM radiosunda görüşmək və eşidilmək ümidi ilə salamat.